Goranboyda axtarışda olan 2 nəfər saxlanılıb. Həmin şəxslər Goranboy və Göygöl rayonunda silsilə oğurluqlar törətməkdə şübhəli bilinir. Dırnaqarası qəhrəmanlardan biri yaşadığı rayonda Vanqa ləqəbi ilə ad salıb. Goranboy rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində silsilə oğurluqlar törədən 7 nəfərlik dəstənin daha 2 üzvü Vanqa ləqəbli Vaqif Hüseynov və İlkin Şıxıyev tutulub. Həmin şəxslər paytaxt Bakı şəhərində saxlanılıb. Onlardan 2 nəfəri Hüseynov Vaqif Ədalətoğlu, Şıxıyev İlkin Bahaduroğlu istintaqdan qaçıb gizlənmişdilər. Goranboy rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Vaqif Hüseynov və İlkin Şıxıyev tutularaq istintaqa təhvil verilmişdir. İstintaq yolu ilə müəyyən edilib ki, barələrində axtarış elan olunan Vaqif Hüseynov və İlkin Şıxıyev axtarışda olduqları müddətdə öz sirkin əməllərini dayandırmayıblar. İkili Dəlməmmədli şəhər ərazisində müxtəlif obyektlərdən oğurluqlar edib, ancaq Vanqa ləqəbli dırnaqarası qəhrəman əməlinə görə heç də peşman deyil. Axtarışda olan vaxtda pulumuz yox idi da, istəyirdik ki, pulumuz olsun. Aranı aparmalıydıq da. Gəldik, yenə də Dəlməmməddən bir dənə mağazin apardıq, çay evini apardıq. Televizor, hər şey var idi içində. Bir də Qərbətdə evə girmişik, oradan da heç də götürməmişik. Elə bir dənə qazanx var idi, xoşumuza gəldi, onu da götürüb tulladıq. Ayrı heç nə götürməmişik. Əməlimdən yox, peşman ya deyiləm, peşman niyə olmamışım, da bunu fakt eləmişəm da, niyə peşmançılığım yadım yoxdur mən. Heç peşman da deyiləm, eləmişəm. Vaqif Hüseynovun ortağı İlkin Şıxıyev də peşman görünmür. O bir neçə aydır məsuliyyətdən yayınmasına özünə məxsus şəkildə don geyindirib. Gözəl hava var, bir ayda deyirdik, ya qışa gələrdik. Yay çöldük. Şəhərdəydik, Bakıda, dənizin qırağında. Orana atıb gəlmir olar. Yay mövsümünü dəniz kənarında keçirmək istəyən dostların bu arzusu ürəyində qalıb. Özü də bir il deyil, bir neçə illik. Hazırda polis dəstə üzvlərinin ziyan vurduğu zərər çəkənlərin sayını müəyyənləşdirir. Göyçay sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Hadisə bugün axşam